Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu qısa videoda Azərbaycan dilindən müxtəlif sualların izahına baxacağıq, hansı ki onlar fonetika ilə bağlıdır. Birinci sualımızdan başlaya bilərik. Hansı sözün yazılışı səhvdir? Casus, əmi uşağı, de facto, dairə. Bu sözlər doğru yazılıb. Doğru yazılmayan sözümüz isə dağınıq sözdür, hansı ki dağınıq yazılmalıdır. Hansı sözü iki müxtəlif nitq səsi kimi düşünmək olur? Öncəliklə nəzərə alaq ki, sözlər məqsədli şəkildə tələffüz formasında verilib və biz bu sözləri düzgün yazılış şəklinə çevirməliyik. Kölgəyə şəklində tələffüz olunan söz kölgəyə yazılır və bir cür başa düşülür, isimdir. Xalıya sözü belə yazıla bilər. Biri var xalı, yəni xalıya, xalçaya anlamında. Biri də xala kimi başa düşülə bilər və hər bir halda isimdir, müxtəlif nitq səsi deyil. Sirri sözü iki cür yazıla bilər. Məsələn, onun sirri elə bu zaman sirri formasında tələffüz olunur və bir də sirli insan deyə tələffüz olunur. Deməli, sirri insan deyəndə artıq bu sifətdir. Onun sirri deyəndə artıq isimdir. C variantında verilmiş sirri sözü İki müxtəlif nitq səsi, isim və sifət kimi başa düşülür, testin cavabıdır. Növbəti sual, hansı sözün tələffüz şəkli doğru göstərilməyib? Tarixən, təsadüfən, danlamaq, darayan, əsarət. Nəzərə alın ki, əsarət sözündə A saiti uzanır və uzanmanın şərti işarəsi qoşa nöqtə ilə göstərilməlidir və göstərilməyib, testin cavabı E variantıdır. Deyərsiniz, bəlkə tarixən sözündə də A saiti uzanır. Orada niyə göstərilməsin? Baxın, tarix sözündə uzanır. Amma tarixən deyəndə vurğu A saitindədir. Azərbaycan dilində də çox hallarda vurğulu heca uzun tələffüz olunmur. Ərinməz sözünün fonetik təhlili haqqında səhv fikri müəyyən edin. Öncəliklə gəlin sözün doğru deyiliş, tələffüz formasını yazaq. Ərinməz deyə tələffüz olunur. Yəni N da M səsini verir. İndi deyəcəksiniz ki, bu hansı qaydaya əsaslanır? Azərbaycan dilində sözün yazılışında N samitindən sonra M samiti gəlirsə, həmin o N samiti M səsinə keçir. Ərinməz və yaxud da deyək ki, zənbil yazılır, zəmbil deyilir. Bu da elə həmin qaydaya əsaslanır. Testin bütün cavabları doğrudur, amma E variantında deyir, yazılışı ilə deyilişi fərqlənmir, elə cavab da budur. Növbəti sual, hansı sözlərin yazılışındakı səhv samitə görədir? Deməli, əskər yazılmalıdır.